Əziz qardaşlar, inşallah ki, bugünkü xutbəmizin mövzusu gözlərimizin nuru olan birlik və bərabərliyimizin simvoluna çevrilən məscidlərimiz haqqında olacaqdır. Bəli, əziz qardaşlar, məscid sözünün ərəb dilindən tərcüməsi səcdə edilən yer deməkdir. Yəni, bu məscidlərdə biz gəlib namaz qıldığımız üçün oraya səcdə edilən yer mənasına gələn məscid sözü verilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, məscidlər Allahın evləridir. Bəli, həqiqətən məscidlər başda Məscid-i Haram, yəni Kəbə olmaqla digər tikilən bütün məscidlər hamısı Allahın evləri hökmündədir. Yəni təsəvvür edin ki, siz evinizə bir qonaq gələndə qonaqpərvər bir insansınızsa, çalışırsınız ki, ona ən gözəl nemətləri verəsiniz. Evinizdə nə varsa, ən yaxşısını ona təqdim edəsiniz. Yəni, Allah Taalada cömərtlərin ən cömərdi olduğu üçün, ona görə kim ki məscidə gəlirsə, kim ki Allahın evinə gəlirsə, o zaman Allah Taala görün ona nələr ikram edər və nələr ikram edəcəkdir inşallah axirətdə. Bəli, əziz qardaşlar, ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, necə ki, siz göydəki ulduzları işıq saçan bir çıraq kimi görürsünüzsə, necə ki, siz göydəki ulduzlara böyük bir heyrətamiz görünüşdə baxırsınızsa, eləcə də deyir, göydən mələklər də deyir, sizin ulduzlar hökmündə olan məscidlərinizə o şəkildə baxır. Yəni, necə ki, ulduzlar bir çıraq kimi görsənirsə yerdən, o şəkildə də məscidlər göydən bir çıraq kimi görsənməkdədir. Yəni, göy əhlinin sakinləri də təbii ki, çoxluğunu mələklər təşkil edədiyinə görə, orada mələklər bizə məscidlərdə olduğumuz zaman heyranlıqla baxarlar, bizə qiblə edirlər, əziz qardaşlar. O zaman baxdığımız zaman başqa bir hədis-i şərifdə keçir ki, deyir, kim Allahın evlərindən bir evdə toplaşar və Allahın kitabını oxuyarsa, Uca Rəbbimizin rəhməti həmin bölgəni bürüyər və daha sonra mələklər də deyir, qanatlarını onların ayaqları altına sərər. Bəli, əziz qardaşlar, mələklər çox böyük varlıqlardır. Davamlı, minillərlə Allah qatında ibadət edən və Allah qatında hörmət sahibi olan varlıqlardır. Görün, bizə Allah Taala namaz qıldığımız zaman, məscidə gəldiyimiz zaman o qədər böyük dəyər verir ki, o cür gözəl bəndələrini, mələklərinin qanatlarını bizim ayağımızın altına sərdirir. Yəni, bu şəkildə Allah Taala bizə dəyərini göstərmiş olur. Daha sonra, əziz qardaşlar, baxdığımız zaman bir digər hədis-i şərif vardır. Allah Rəsulü sallallahu aleyhi və səlləm deyir ki, deyir, siz namaz qılmaq məqsədi ilə məscidə gəldiyiniz zaman, tutaq ki, namaz saat 1-də qılınırsa, siz gəlmişsiniz 1-ə 15 dəqiqə qalmış, 1-ə 20 dəqiqə qalmış, yəni tez məscidə gəlirsinizsə, o zaman sizin məscidə daxil olduğunuz vaxtdan namaz qıldığınız vaxta qədər sizə sanki namaz qılırmış kimi bir savab yazılmağa başlayır. Yəni, təsəvvür edin, girirsiniz məscidə, zikr edirsiniz, Quran oxuyursunuz, söhbət edirsiniz, amma yenə də sizə namaz savabı yazılır. Daha sonra deyir, namazı qıldığınız zamanda, evdə qıldığınız zaman namazdan 25 qat artıq savab Allah Taala deyir, sizlərə verir. Daha sonra deyir, siz namazı bitirdikdən sonra yerinizdən qalxmırsınızsa, orada oturursunuzsa, nə qədər ki, məsciddə mələklər var, hamısı deyir, sizə dua edirlər. Deyirlər, ya Rəbbi, bu bəndəni bağışla, ya Rəbbi, bu bəndənin günahlarını bağışla deyə davamlı deyir, sizə dua edirlər. Yəni, görün, məscidə gəlmək, orada namazı gözləmək, namazdan sonra da zikirlərə davam etmək o qədər böyük fəzilətləri var ki, insan qulaq asanda həqiqətən də ürəyinə bir rahatlıq gəlmiş olur ki, şükür Allaha ki, Allah bunu bizə hər birimizə nəsib edib də, əziz qardaşlar. Daha sonra bir digər hədis-i şərif vardır Peyğəmbər sallallahu aleyhi və səlləmin. Deyir, bir adam davamlı məscidə gələrsə, onun imanına şahidlik ediyor. Yəni, davamlı bir adam illərlə, 2 il, 3 il, 4 il məscidə gəlməyə davam edirsə, demək ki, onun qəlbində iman var. Bu mütləq şəkildə belədir. Çünki əgər insan imansız bir şəkildə, yəni belə deyək ki, özünü göstəriş üçün namaz qılırsa, 5 aydan sonra, 6 aydan sonra, 1 ildən sonra Allah Taala o namaz nemətini onun əlindən çəkib alır. Yox, əgər bir adam davamlı namaza gəlirsə, o zaman deyirsiniz, ona şahidlik edin ki, o həqiqətən mömin bir kimsədir. Çünki sadəcə mömin kəslər davamlı namaz qılmaq şərəfinə nail olurlar, əziz qardaşlar. Daha sonra bir digər hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləmin məscidə can yandıran insanlara necə böyük hörmət göstərdiyini görmüş oluruq. Belə ki, deyir, Allah Rəsulunun dövründə məscidi təmizləyən bir qadın var idi orada, yəni məscid təmizliyi ilə məşğullardı. Davamlı gəlib məscidin tozlarını alardı, nə bilim, oraları səliqəyə, sahmana salardı. Deyir, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem baxır ki, həmin qadın məsciddə görsənmir, yəni gəlib getmir məscidə. Onu səhabələrdən soruşur ki, bəs filan qadın hara getdi, onun aqibəti necə oldu deyə soruşur ondan. Deyirlər ki, ya Rəsulullah,
O qadın bir gecə vaxtı dünyasını dəyişdi. Yəni axşam vaxtı idi. Biz də onu gecə ilə apardıq, dəfn elədik. Sənə xəbər vermədik ki, səni yormayaq da, sənin işlərin çoxdur. Yəni o cənazəyə qatılıb yorulmayasan deyə biz özümüz deyir gecə vaxtı onu aparıb dəfn etdik. Bu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəblənir. Deyir ki, siz onu mütləq şəkildə mənə xəbər verməlisiniz. Çünki deyir o çox böyük bir adamdır deyir. Və daha sonra gedir qadının cənazə, daha doğrusu məzarının başına gedir və orada həmin qadın üçün Allaha dua edir və onun bir daha cənazə namazını özü orada əziz qardaşlar qıldırmış olur. Yəni bu şəkildə başqa bir adam olur ki, məscidi gəlir təmir edir həmin adam. Bu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm o adama deyir ki, ey adam deyir, sən nə qədər gözəl bir iş görürsən. Yəni görün bu şəkildə Allahın evinə dəyər verəni Allah Taala da dəyərləndirmiş olur. Yəni ona görə də əziz qardaşlar, deyir ki, bir adam deyir, bir nemətin qədrini bilmirsə, Allah Taala o neməti onun əlindən alar deyir. Yəni bu şəkildə bir hədis şərif vardır. Və məsələn bir misal verək, hər birimizin gördüyümüz bir misal. Məsələn toyların azalması və evliliklərin azalması məsələsi. Və məsələn qabaq kəndimizdə 2 gündən bir, 3 gündən bir yayda toy olardısa, indi ayda 1 dənə, 2 dənə toy olur. Yəni bunun da səbəbi nədir əziz qardaşlar? Bəlkə də belə bir səbəbi ola bilər ki, o qədər o toylarda içki içildi ki, Allaha qarşı nankorluq edildi ki, bəlkə də bu şəkildə Allah Taala o neməti insanların əlindən çəkdi, aldı. Artıq onların sayı da azalmışdı. Eləcə məscidlər də bu şəkildə əziz qardaşlar. Məscidə dəyər verilməzsə, həmin məscid Allah Taala o neməti o insanların əlindən alır. Məsələn bizim aşağı məhəllə məscidini görürsünüz özünüz. Yəni qıraqları falan uçub tökülübdür. Bəlkə də deyirəm o vaxt orada namaz qılanların sayı az olduğuna görə, insanlar dəyər vermədiyinə görə Allah Taala o neməti onların əlindən alır. Bu şəkildə ola bilər. Yəni ona görə də çalışmaq lazımdır ki, məscidi maksimum dəyərləndirək ki, Allah Taala bu neməti bizə davamlı qərar versin əziz qardaşlar. Və bir digər məsələ, məscidin ədəb-ərkan qaydaları var. Təbii ki, məsciddə ədəb-ərkan qaydaları. Bunu da bilməyimiz lazımdır. Birinci məsələ nədir əziz qardaşlar? Deyir, məsciddə heç kimə qarşı kobudluq eləmək olmaz. Yəni bu birinci məsələdir. Bir adam nəsə yanlış bir əməl eləyirsə, nəsə xətası, qüsuru olursa, onu ən gözəl tərzdə başa salmaq lazımdır. Məsələn, bir misalı Həzrət Hüseyin radiyallahu anhla Həzrət Həsən radiyallahu anhdan göstərmək olar. Deməli, bir dəfəsində deyir, bir qoca adam gəlir məscidə dəstəmaz almağa, dəstəmazı yanlış alır. Yəni, dəstəmazı səhv bir şəkildə alır əziz qardaşlar. Yanlış bir dəstəmaz alanda Həzrət Hüseyin radiyallahu anh, Həzrət Həsən radiyallahu anh kiçik yaşlı idilər, uşaq idilər. Baxırlar ki, bu qoca kişi yanlış dəstəmaz aldı. Deyir, necə eləyək ki, buna doğru şəkildə öyrətmiş olaq, fikirləşirlər. Sonradan belə bir qərara gəlirlər. Gelirlər ağsaqqalın yanına yaxınlaşırlar. Deyirlər ki, ağsaqqal, bax biz ikimiz də dəstəmaz alacağıq, sən bizə bax, bizim hansımızın dəstəmazının daha yaxşı olduğunu sən bizə de. Yəni ikimiz də sənin yanında dəstəmaz alacağıq, bizə bax və dəstəmazımızın hansımızın daha gözəl olduğunu sən bizə başa sal deyir, ağsaqqala deyirlər. Daha sonra ağsaqqal baxır ki, İkisi də ən gözəl şəkildə dəstəmaz alırlar və orada o variantla ağsaqqala öyrətmiş olurlar ki, bax ağsaqqal, yəni bu şəkildə yox, bu şəkildə dəstəmaz almaq lazım. Yəni bu şəkildə əziz qardaşlar onu başa salmış olurlar. Və digər bir önəmli məsələ də budur ki, məsciddə danışmaq məsələsi əziz qardaşlar. Bu da çox önəmlidir həqiqətən. Və məsələn, bir dəfəsində bir nəfər gəlir, cəmaət namaz qılan vaxtı məscidin içində bir elan verir. Deyir ki, ay cəmaət, mənim dəvəm itib. Mənim dəvəmi görən xəbər eləsin deyir mənə. Bu şəkildə bir qışqırıb elan verir, yəni uca səslə bir elan verir. O zaman Peyğəmbər sallallahu əleyhi və səlləm o adama bəddua eləyir. Deyir ki, ey insan, Allaha dua edirəm ki, sənin dəvən tapılmasın deyir. Bu şəkildə həmin adama bir iradını bildirmiş olur. Nəyə görə iradını bildirir əziz qardaşlar? Çünki məsciddə başqaları namaz qılan zaman ona mane olmamaq lazımdır. Uca səslə danışmamaq lazımdır. Məsələn, bir başqa hədis-i şərifdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim gəlib deyir məsciddə alver eləsə, nəsə bir şey satmağa çalışsa deyir məscidin içində, ona deyir bu şəkildə dua edin ki, Allah sənin ticarətinə xeyir verməsin deyə ona bəddua edin deyir. Bu Peyğəmbərimiz buyurur. Bir digər hədis şərəfdə də deyir, bir dəfəsində bir nəfər adam məsciddə cəmaət namaz qılır və həmin adam da deyir uca səslə Quran oxuyurmuş. Yəni uca səslə Quran oxuyurmuş. Bu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm o adama yaxınlaşır. Deyir ki, ey adam, sən deyir, Allaha qarşı biraz nankor davranmış olursan. Nəyə görə? Çünki deyir, burada hamı namaz qılır. Sən deyir, uca səslə Quran oxuyanda onları çaşdırırsan deyir. Yəni, hətta Quran oxumağa belə uca səslə icazə vermir ki, namaz qılanları çaşdırır. Məsələn, bizim özümüzdən misal verək.
Biz həmişə cüməyə tez gəlirik. Tez gəlib başlayırıq danışmağa. Qıraqda bir nəfər namaz qılan olanda istər-istəməz onun haqqına girmiş oluruq əziz qardaşlar. Ona görə də gəldiyimiz zaman asta səslə bir-birimizə pıçırlaşaraq danışmamız lazımdır ki, insanların ibadətlərinə mane olmayaq, onların da haqqına girmiş olmayaq əziz qardaşlar. Bəli, bu şeylərdən çox danışmaq olar, amma təbii ki, vaxtımız da az olduğuna görə bunlara diqqət etməyimiz lazımdır. Və bir digər məsələni də deyək ki, Peyğəmbər Əfəndimiz buyurur ki, deyir, həmişə deyir, çalışın ki, məscidə gəldiyimiz vaxt azan ilə iqamə arasında çoxlu dua eləyin. Çünki duaların deyir, qəbul olduğu vaxtlardan biri də azan ilə iqamə arasında olan bir vaxtdır buyurur. Yəni, sonunda Allah Teala dua edək ki, Uca Rəbbimiz son nəfəsimizə qədər, dünyamızı dəyişənə qədər davamlı məscidə gəlib getməyə hər birimizə nəsib eləsin. Allah Teala'ya dua edək ki, bizi də qəlbi məscidə bağlı olan insanların saflarına ilhaq eləsin.